Göyçayda ənənəvi nar festivalı bu ildə artıq 16-cı dəfə yüzlərlə insanı bir araya gətirib. Bayramlar ərəfəsində təsadüf edən bu dəfəki festival xüsusi coşqu ilə keçib. Ölkəmizin aqrar ixrac potensialının mühüm hissəsi olan Göyçay narı təkcə bölgənin deyil, bütün Azərbaycanın tanınan brendinə çevrilib. Gəlin festivaldan maraqlı anları izləyək. Göyçayda hər payız keçirilən nar festivalı artıq təkcə bir bayram deyil, bərəkətin, zəhmətin, torpağa olan sevginin simvoluna çevrilib. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, yerli və xarici iş adamlarını bir araya gətirən nar bayramı maraqlı anlarla yadda qalıb. Nar festivalın fürsət bilib Bakıdan Göyçaya gəldik. Çox möhtəşəm festivaldır, çox yaxşı keçirilir. Dəmir atlarımızı minib gəldik Göyçaya. Elə özümüz də, klubumuz da dəmir atlılardır. Möhtəşəm bir festival keçirilir. Biz həmişə çalışırıq belə festivallarda iştirak eləyək. Həmişə belə festivallar çox olsun, çox möhtəşəmdir. Bayramın rəmzi olan nar şahzadəsi mərasim meydanına daxil olaraq qonaqları salamlayıb. Xalqımıza əminamanlıq, bolluq və ruzi bərəkət arzuluyub. Sadəcə 16-cı dəfədir ki, Göyçayda nar festivalı keçirilir. Nar festivalının əsası 2006-cı ildən qoyulub. Səhər saatlarından etibarən insan izdihamı müşahidə olunur. Gördüyünüz kimi stenddə nar və nardan hazırlanmış məhsullar nümayiş olunur. Eyni zamanda kənd təsərrüfatının digər məhsulları da nümayiş olunur. Vələs, güləşə və narın digər növləri nümayiş olunur. İnsan izdihamı da yüksək səviyyədədir. Alışda öz yerində yüksək səviyyədə həyata keçirilir. Qonaqlar festival süfrəsində nar şirəsi, nar şərabı, nardançadan hazırlanan şirniyyatlar, eləcə də təndir çörəyi, pendir, yuxa, kətə, kabab, plov və milli şirniyyatların dadına baxıblar. Hər güşə Azərbaycanın qədim mətbəx mədəniyyətini, xalqın qonaqpərvərliyini və zəhmətinin bəhrəsini nümayiş etdirib. Mən bu bayramı Şamaxıdan eşidib gəlmişik və biz artıq neçənci dəfədir bu nar festivalında iştirak edirik. Nar festivalı hər il çox möhtəşəm təşkil olunur. Amma bu ilki festival düşünürəm daha özəldir. Bunun özəlliyi də ki, bugün eyni zamanda dövlət bayrağı günüdür. Həm də biz bir gün öncə 8 noyabrda Zəfər bayramımızı qeyd elədik və belə demək olarsa bayram bayrama qarışıb. Həqiqətən də Göyçayda da çox gözəl bayram abu-havası vardır. Biz Ağdaş rayonundan gəlmişik. Tədbirdə iştirak eləmək üçün çox gözəl tədbirdir. Rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Belə gözəl tədbirlər keçirdiyi üçün hər şey öz qaydasındadır. İnsanların əhval-ruhiyyəsi də gördüyünüz kimi çox yaxşıdır. Allah hər kəsdən razı olsun. Bildiyimiz kimi ötən gün 8 noyabr Göyçayımızda Zəfərin 5-ci il dönümünü qeyd etdik. Bununla yanaşı bu gün isə narın 16-cı festivalını qeyd edirik. Bununla yanaşı isə üçrəngli əzəmətli bayrağımızın 107 illiyi qeyd olunur. Folklor ansambllarının, xor kollektivlərinin, rəqs və musiqi qruplarının, idmançıların çıxışları bayrama xüsusi rəng qatıb.